İrsi qan xəstəlikləri evlənmədən əvvəl niyə yoxlanılmalıdır? İrsi qan xəstəliklərinin olub-olmamasını yoxlamaq çox vacib bir amildir evlənənlər üçün. Nəyə görə? Çünki Azərbaycan irsi qan xəstəlikləri üzrə diyar patologiyası, belə bir ifadə var, diyar patologiyasıdır. Təkcə bu Azərbaycana aid deyil, bir çox ölkələr, məsələn, deyək ki, Aralıq dənizi sahilləri ölkələr, Türkiyə, Kipr, Yunanistan, digər ölkələr, onlarda irsi qan xəstəlikləri geniş yayılıb. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün genetik müayinə aparılır. Yəni ki, evlənməmişdən öncə aparılan bu araşdırmada, müayinədə məqsəd odur ki, bəzən olur ki, nikaha gedən cütlüklər özlərinin irsi qan xəstəliyi daşıyıcısı olduğunu bilmirlər və nikaha girəndən sonra, ailə qurandan sonra ata-anadan doğulacaq, gələcək uşaqda iki daşıyıcı geni götürəndən sonra tamamilə xəstə bir uşaq dünyaya gələcək. Bax, bu xəstə uşaqların doğulmaması üçün, yəni cəmiyyətdə xəstəliyin artmasının qarşısını almaq üçün belə bir addım atılır. Nikaha getməmişdən qabaq cütlüklər yoxlanılır.